Bismillahirrahmanirrahim. Sual bundan ibarətdir. Başı suya batırmaq orucu batil edirmi? Ayətullah Xameneyi Həzrətlərinin nəzərinə əsasən, ehtiyat vacibə görə başı suya batırmaq, yəni başı bütövlükdə suya batırmaq orucu batil edir. Amma Ayətullah Sistani Həzrətlərinin nəzərinə əsasən, başı suya batırmaq orucu batil etmir, amma şiddətli kərahəti var. Ayətullah Məkarim Şirazinin nəzərinə əsasən məsələ bundan ibarətdir. Ehtiyat vacibə görə oruc tutan şəxs bilərəkdən, hətta bədənin qalan hissəsi sudan çöldə olsa belə, başını tamamilə suya batırmamalıdır. Amma bədənin hamısı, başın isə bir hissəsi suyun altına batsa, lakin başın bir hissəsi sudan xaricdə olarsa, bu halda oruc batil olmaz. Yeri gəlmişkən, dalğıclarla bağlı sual da var. Xüsusi geyimli dalğıcların orucunun hökmü nədir? Ayətullah Xameneyi Həzrətlərinin nəzərinə əsasən, əgər o xüsusi paltar o dalğıcın başına yapışmışdısa, onun orucunun səhihliyi işğallıdır. Yəni, onun orucunun düzgünlüyü işğallıdır, ehtiyata əsasən onun qəzasını tutacaq. Ayətullah Sistaniyə əsasən, bu halda onun orucunun bir işğalı yoxdur. Amma Ayətullah Məkarim Şirazinin nəzəri bundan ibarətdir. Əgər dalğıclar başlarını papaqları ilə örtüb, yəni xüsusi papaqla örtüb, onunla suyun təkinə geçsələr, orucu düzgündür.